Salam əziz müəllimlər, şagirdlər və abituriyentlər, mən Günel Əliyeva. Bu videoda, yəni Azərbaycan dili fonetika 2 videosunda sizə fonetikanın digər qaydalarını təqdim edəcəm. Burada danışacağım hecadan, vurğudan. Heca nədir? Tələffüz zamanı sözün asanlıqla bölünə bilən hissəsidir. Mən nəyi qeyd etmək lazımsa deyim, sizə qeyd edin. Yazırsınız heca növləri. Deməli, heca növləri hansılardır? Açıq heca, qapalı heca, örtülü, örtüsüz, bir də saf heca. Açıq heca yazırsınız saitlə bitən heca. Məsələn, vurma, orada ma gördüyümüz kimi saitlə bitir də a. Sonra qapalı heca, samitlə bitən heca. Məsələn, deyək ki, qutab nümunəsini yaza bilərik. B samiti ilə bitdi. Örtülü samitlə başlayan, məsələn, qələm, q ilə. Örtüsüz saitlə başlayan, məsələn, ağla, a saiti ilə başladı. Saf heca isə təkcə saitdən ibarət olan, yəni a-na nümunəsini deyə bilərik. Sonra sözlərin sətirdən sətrə keçirilməsində 3 əsas prinsipdən istifadə olunur. Bunlar hansılardır? Heca vahidliyi prinsipi. Heca vahidliyi prinsipi o bildiyimiz qaydadır. Hamının bildiyi ki, məsələn, kitab, dəftər, qələm, yəni bu şəkildə. Digəri qrafik vahidliyi prinsipidir. Bir də var, deməli, söz kökü vahidliyi prinsipi. Bunlar nə deməkdir? Yəni, heca vahidliyi, qrafik vahidliyi odur ki, məsələn, deyirik və sarə, və s. Bax, o qrafik vahidliyi, yaxud məsələn, mürəkkəb adlardır, 5 kiloqram, 5 kq, bax, bunlar deməli, aiddir qrafik vahidliyi prinsipinə. Bir də var, söz kökü vahidliyi prinsipi, məsələn, ayaqqabı, ayaq-qabı. İt burnu, it burnu. Yəni, məna ifadə etməlidir. Kök olmalıdır ki, biz onu deyək. Kök nədir? Sözün ayrılıqda işlənə bilən və mənası, leksik mənası olan hissəsi. Yəni, onu söz kökü vahidliyi prinsipinə görə kökə bölməliyik də, belə deyim, kökü olmalıdır. İndi burada elə qayda kitabımıza baxaraq o ardıcıllıqla izah edim. Deməli, sözlərin sətirdən sətrə keçirilməsindən qeyd etdik ki, heca vahidliyi prinsipindən istifadə olunur. Yəni, heca vahidliyi prinsipimiz var ki, burada, məsələn, qaydalarımızdan xüsusən, bax, nəyi qeyd eləyin? Sözlər yeni sətrə ancaq bütöv hecalarla keçirilir. Quru, kitab. Sonra sözün bircə saitdən ibarət olan ilk hecasını sətrin sonunda saxlamaq olmaz. 2 və çox hecalı sözlərin bircə saitdən ibarət olan son hecasını yeni sətrə keçirmək olmaz. Məsələn, iddianı keçirmək olmaz. Sonra qoşa samitli sözlərdə samitlərin hər biri ayrı hecalarda işlənir. Məsələn, yaylaq, yəni yazılışını deyim də, yaylaq, gülmək. Sonra vaxtilə apostrofla yazılan sözlər var ki, yəni onlar, belə deyim ki, məsələn, apostrofa görə sətirdən sətrə keçirilirdisə, yəni bu qəbildən olan sözlərin aşağıdakı şəkildə sətirdən sətrə keçirilməsi məqsəd uyğun sayılır. Məsələn, Quran. Sonra burada nümunəmiz var, Kənan, Məsud. Sonra belə nümunələr var, burada keçirmək olar, keçirmək olmaz. Məsələn, qaçaqaç sözünü qaç, ağac kimi keçirmək olar, yox, qaç, ağac. Amma keçirmək olar qaça, qaç. Yaxud da ki, qaç. Sonra tut, atut deyə bilmərik də. Tuta, tut, yaxud tuta, tut. Sonra stan şəkilçili sözlər var. Onları necə keçirməliyik? Dağıstan, Manqulistan, Hindistan. Dağıstan, yaxud Hindistan, Manqulistan. Yəni bu şəkildə. Amma Hindistan olmaz. Hindistan olar. Yaxud Hindistan olar. Sonra burada testlər, mənim də testlərimdə var. Ona görə bu hissələrə diqqətlə qulaq asın. Testdə düz tapasınız. Deməli, diaqram, sonra proqram, teleqram, stenoqram tipli sözlərdə qram hissəciyindəki q samitini və leksikoqraf, etnoqraf, yəni bioqrafiya, monoqrafiya tipli sözlərdə qraf və ya qrafiya hissəciyindəki q samitini özündən əvvəlki saitə qoşub sətrin sonunda saxlamaq olmaz. İndi onları notda saxlamaq üçün mən asan yollarını deyim. Bax, deməli, yəni necə keçirməyin lazım olduğunu asan yollar. Diaqram. Bax, keçirmək olar. Məsələn, belə deyək də görürsünüz. Burada qeyd olunur, indi kitab sizdə varsa baxa bilərsiniz. Diaqram. Deməli, diaqram. Yəni, q ilə r, elə bil ki, diaqram, proqram, teleqram kimi sözlərdə. Qram hissəciyimiz var da, oradakı q samitini yəni, belə deyək də, q samitini r-nın yanına getirir. Diaqram. Q ilə r, 2 dənə dostdur, yaxın dostdur. Onları bir yerə göndərməliyik. Qram, diaqram, yəni qram. Proqram, yenə də q ilə r yaxın dostlardır. Məsələn, qulu ilə, deyək ki, Renat.
Yəni onlar bir yerə getdi. Qram, stenoqram. Yəni qulu ilə Renat bir yerə getdi. Qram. Yaxud o etnoqraf, deyək ki, leksikoqraf, bioqrafiya, monoqrafiya sözlərində leksikoqraf. Yəni də q ilə r dostdur. İstəyirlər ki, bir yerə getsinlər. Etnoqraf. Sonra burada deməli bəzən iki sayt arasına gələn 3 samitdən birincisi əvvəlinci saytə 2 və üçüncüsü sonraki saytın yaratdığı icra daxil. Məsələn, konkret. Deməli, konkret. K-rı bir yerə getdi. Birinci n isə bu tərəfə gəldi. Əvvələ oktyabr, sentyabr, t ilə y bir yerə getdi. Sonra sonlu iki samitlə bitən sözlərə şəkil çartırdıqda sətirdən sətrə keçirilmə zamanı kök bütöv şəkildə qalır. Kəndlər, dostluq. Bir qaydamız da var. Söz tərkibində yanaşı gələn 4 samitdən ikisi əvvəlinci heca, ikincisi sonraki heca daxil olur. Deməli 4 dənə samitin 2 dost bir yerə gedir, 2 dost bir yerə. Məsələn, ekspres. Burada bax, k-sı, p-rıdır, ekspres. İkisi bir yerə getdi, ikisi bir yerə. Bu 11 dənə qeyddir Güvənin qayda kitabında. 11 qeydi yadınızda saxlayın. Sonra deməli söz kökü vahidliyi prinsipimiz bayaq dedimi. Kök nədir? Söz yaradıcılığında öyrənirik, sizlə də keçəcək. Sözün ayrılıqda işlənə bilən və leksik mənası olan hissəsi. Məsələn, ayaqqabı, it burnu, yaxud kəklik otu. Yəni, məsələn, bunları necə keçirməliyik? Bu prinsipdən mürəkkəb sözlərin tərkib hissələrini sətirdən sətrə keçirərkən istifadə olunur. Məsələn, dil ucu. Dil ucu bu cür keçirəcəkdə düzdür, yaxud əvəz edilməz. Əvəz edilməz. Yəni, əvəz məna ifadə edir də düzdür, amma əvəz edilməz keçirə bilmərik. Axı, əvvəl kök deyil. Qrafik vahidlik prinsipi isə, məsələn, Məmməd Səid Ordubadi, mürəkkəb adlı. Oradakı m-nı, m-sı Ordubadi deyirik də, m parçalı ayrı yerə sətrə keçirə bilərik? Yox. Və sairın s-sını ayrı yerə keçirə bilərik? Yox. Sonra eradan əvvəl e-ə, onu ayrı sətrə keçirmək olmaz. Bax belə. Bir də ki, məsələn 5 kiloqram 5 kq-nı ayrı yerə keçirə bilmərik. 12 hektar h-anı ayrı yerə keçirə bilmərik. 155 kilometr keçirə bilmərik. Sonra vurğudur, heca vurğusu. Yəni üzərinə vurğu düşən heca məsələsi belə deyək də, heca, məsələn, məktəblilər sözü, mən belə deyirəm vurğunu tapmaq üçün, məktəblilər sözünə vurğunu necə tapaq? Sözü bölürük hecalara, yəni səs tonumuzu hər bir hecanın üzərində qaldırmalıyıq. Məktəblilər, məktəblilər deyirik, yox, məktəblilər, 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 deməli sonuncu heca düşdü. Sonra idmançılar, idmançılar, idmançılar deyirik. Səs tonumuzu qaldırdıq birinci hecanın. İkincini idmançılar, idmançılar, idmançılar. Sonra burada vurğunun təyin olunması ilə bağlı bəzi məsələlərdir ki, məsələn, i sonluğu ilə bitən sözlərdə əsasən i-dən əvvəlki hecanın üzərinə düşür, orfoqrafiya. Leksikologiya, i sonluğu ilə bitənlərdə i-dən əvvəlki hecanın üzərinə düşür, fonetika, dialektika. Loji şəkilçisi ilə bitən sözlərdə vurğusun heca düşür. Məsələn, monoloji, bioloji və s. İzm şəkilçisi ilə bitən sözlərdə vurğu son hecaya düşür. Asiya sonluğu ilə bitən sözlərdə vurğu bu sonluğun birinci saitinin üzərinə düşür. Sonra vurğu, bir də ki, vurğu log şəkilçisi ilə bitən sözlərdə insan anlayışı bildirərsə, sondan əvvəlki heca, insan anlayışı bildirməzsə, sonuncu hecaya düşür. Belə, burada bir də vurğusu dəyişməklə mənası dəyişən sözlər var. Deməli, burada misal üçün genişlik kitabda mən orada əsas qaydalarımızı deyim ki, elə sözlər var ki, vurğusu dəyişəndə həm leksik, həm qrammatik mənası dəyişir. Eləsi də var ki, nitq hissəsinə mənsubluğu dəyişmir, amma məna dəyişir. Bax, məsələn, akademik, akademik, satirik, satirik, lirik, lirik. Deməli, yəni, lirik, lirik. Yəni, vurğu dəyişəndə bu sözlərdən, misal üçün, akademik, yəni alim nəzərdə tutulur. Akademiksə, məsələn, akademik kitabla, yaxşı, lirik şeirlər yazan şairdir. Bir də var ki, lirik şeirlər necə? Yəni, burada həm nitq hissəsinə mənsubluğu dəyişir. Tutaq ki, akademik, akademik, yəni isimsə sifət oldu, amma həm də məna dəyişir. Amma elə sözlərimiz var ki, məsələn, elektrik, elektrik. Yəni, elektrik hər iki halda, elektrik, elektrik isimdir. Bir var elektrik sənayesində işləyən şəxs, bir də var deyirlər elektrik, yəni belə deyək də. Elektrik yəni nədir elektrik Fuad? Yəni işıq deyə də elektrik sənayesində işləyən şəxs. Bir də var ki, enerji növüdür. Enerji növüdür. Sonra bir var şaxta, şaxta. Şaxta nədir Fuad? Şaxta baba. Şaxta baba. Yəni şaxta soyuqdur da. Biri var ki, şaxta faydalı qazıntıların çıxarıldığı yer. O şaxta sıfırdan aşağı hava temperaturu.
Şaxta baba soyuqda gəlir də. Şaxta da, şaxta soyuq deməkdir. Bir də şaxta yeraltı belə deyək ki, qazıntıların aparıldığı, faydalı qazıntıların çıxarıldığı yerdir. Bir papağı da var. Her şey var. Deməli, hər iki halda şaxta, yəni hər iki halda nədir? Deməli isimdir, yaxud da ki, elektrik hər iki halda isimdir. Sonra məsələn alın, əmr şəklində işlənmiş fe'l. Fat. Məsələn deyirəm ki, bax, evə dəftər alın. Yəni mənə dəftər alın, evə dəftər alın. Mənə dəftər alın. Evə, məsələn, evə nə alın? Alma alın. Evə meyvə alın. Əmr şəklində deyirik. Bir də var ki, məsələn, alınmaq, məchul növdə işləmiş fe'l. Evə alma alındı. Ayından zəzibi yığmaqdan da. Belə. Sonra bu yəni bu da ikinci hissəmizdə olan əsas qeydləridir. Bir də ki, fonetik təhlil sözün səs tərkibinə görə təhlili, yəni sözün necə belə deyək də səs və hərf tərkibi göstərilir. Sait səslər təsnifinə görə təhlil olunur. Yəni hansı növlərdir? Samitlər yəni növlərinə görə qeyd olunur. Kardımı, cingiltimi, sözün hecaları və vurğusu müəyyən olunur. Sözün ahəng qanununa tabe olub olmadığı müəyyən olunur. Bir də burada bir dəqiqə gözlə deyirəm. Vurğu qəbul etməyin şəkilçiləri də istəsəniz, yəni onu mən əslində əzbərlətmirəm, amma məsələn ov, yenə də deyim də ov yev. Ov yev, ova yeva, sonra isim düzəldən gil şəkilçisidir, zərf düzəldən lə şəkilçisi, zərf düzəldən casnacəsinə vurğu qəbul etmir, fe'li bağlama şəkilçisi madam mədən, arkan, ərkən, dıqca, diqca, duqca, tükcə,ınca, incə, unca, öncə, araq, ərək, fe'li bağlama şəkilçilərinin ikinci hecası vurğu qəbul etmir, dək, can, cəm, tək qoşmaları sözə qoşularaq bitişik yazılır və vurğu qəbul etmir, mümumi, sual edatı vurğu qəbul etmir, ilə qoşmasının şəkilçili forması vurğu qəbul etmir, fe'llərdə inkar şəkilçisi mamə vurğu qəbul etmir. Əsas nitq hissələrinə artırılan şəxs sonluqları vurğu qəbul etmir. Sonra lar-lər şəkilçisidir, ismin cəm şəkilçisi kimi işlənində vurğu qəbul etmir. Yəni belə deyək də burada 15 dənə, 17 dənəsi qeyd olunub. Məsələn, zərf düzəldən ən şəkilçisi vurğu qəbul etmir. Ədat kimi işləndikdə sonra, cacənin daha doğrusu. Belə deyək, 14 dənədir, bəziləri 14, 15, 16. 17 hardasa belə qeyd olunub. Cacə şəkilçisidir. Onun zərf düzəldən şəkil kimi çıxış şəkildə vurğu qəbul etmir. Ədat kimi işləndikdə vurğu qəbul etmir. Qoşma kimi işləndikdə vurğu qəbul etmir. Yəni bunları sadəcə dedim, amma ki, kitabda olduğu üçün dedim. Amma onları Fuad sakit olarsan. Yəni mən onları belə dedim, amma ki, yəni o əzbərlətmirəm mən onu. Sadəcə kitabda olduğu üçün onu da qeyd etdim ki, yəni vurğu qəbul etməyən şəkilçilər də var. Amma ümumiyyətlə vurğunun tapılması qaydasında bayaq dediyim qaydanı yadınızda saxlayın. Belə fonetikanın birinci və ikinci hissələrdə izah etdim. Növbəti videomun isə leksika ilə bağlı olacaq. Əgər video faydalı olursa, nə edirsiniz? Bəyənirsiniz, paylaşırsınız.